Baxın, belə hazırladım. İndi isə qalan kərə yağını da üzərinə çəkirəm və 180 dərəcədə qızdırılmış sobada üzəri altı qızarana qədər bişirirəm. Çox tez bişir. Siz də baxın, yanmasın. Və qıraqda şərbət hazırlayıram. Şərbət üçün isə 2 stəkan şəkər tozu, 2 stəkan yarım su və 1 dilim limon. Qaynağa gələndən sonra 10 dəqiqə qaynadıb götürüb soyuduram. Bunlardan biri soyuq, biri ilıq olsa daha yaxşı olar. Baklava da bişdi. Şərbəti də üzərinə gəzdirirəm. Və şərbəti tam çəkəndən sonra özünə nuş eləyə bilərsiniz. Çox dadlı, asan, tez hazırlanan paxlava alınır. Siz də hazırlayın. Nuş olsun sizə də.